Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda Vaqifin Artsanına yaxın bir ərazidə, deməli 4,5 sot torpaqda bir böyük zalı, eyni zamanda 3 otağı olan, bundan başqa deməli evin öz sənədi çıxarışdır, kupçadır, 114 kvadrat metrdir, ipoteka yararlıdır. Bax belə bir 2 ədəd ticarət obyekti var. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır qiymətində, mütləq razılaşma olmalıdır. Mən sizə hal-hazırda zalını göstərirəm. Zalın uzunluğu 13, eni 4 metrdir. Otaqların ölçüsü 4-ün 4-dədir. Kürsülüdür, polu taxtadır, yəni başqa material deyil. 2 qat kubiklə örülüb. Hal-hazırda siz deməli ortada yerləşən otağı görürsünüz. Yəni bax bu cürdür. Sol tərəfdə yenə də ikinci otaqdır, yəni 4-ün 4-də. Hal-hazırda orada əş olduğuna görə o bağlıdır. Bura isə 3-cü otaqdır. 3-cü otağın da ölçüsü 4-ün 4-dədir. Bax, təmirini necə görürsünüz bu cürdə var. Bax, belə bir həyət evinin qiyməti 90.000 manatdır qiymətində, mütləq razılaşma olmalıdır. İndi isə mən sizə deməli letni mətbəxi göstərirəm. Bax, buranın ölçüsü isə 4-ün 5-dədir. Necə görürsünüz bu cürdə var. Sağ tərəfdə mətbəxdir. Mətbəxin alt hissəsi badvaldır. Bax, mətbəxin ölçüsü 4-ün 4-dədir. Bu cürdür. Qarşıda bax, bura deməli letni mətbəx kimi də başa düşmək olar. İnsanmanına keçirəm. 2 tonluq deməli su bakı var. 15 tonluq baseynisi var. Bura isə hamamıdır. Hal-hazırda bax bu vəziyyətdədir. İndi isə deməli mən sizə bu ərazini göstərirəm. İstilik sistemi gördüyünüz kimi pitiminutkadır. Neyse. O taraf çıxında karşılayın. İndi isə deməli siz navesin alt hissəsini görürsünüz. Bax, navesin alt hissəsi deməli dediyim kimi 2 ədəd ticarət obyekti yer var bu həyət evində. Bax, bura deməli navesin alt hissəsidir. Böyükdür. 15 tonluq su baseynisi var. Bax, yenidən mən sizə deməli məhəllədən navesin alt hissəsindən evin xarici görünüşünü göstərirəm. Yenə təkrar edirəm, Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda 4,5 sot torpaqda sənədi çıxarış, kupça, 114 evin öz sənədi deməli çıxarışdır, kupçadır, 114 kvadrat metrdir, ipoteka yararlıdır. Bax, belə bir həyət evinin qiyməti 90.000 manatdır qiymətində, mütləq razılaşma olmalıdır. İnsə mən sizə evin deməli bağçasını göstərim. Bağçası dedikdə bir ədəd ağac növü var. 4 tərəfdən gördüyünüz kimi deməli kubiklə hörülüb. Bax, zalın alt hissəsi də mənə deyilənə görə badvaldır. Bax, belə sizlərə uğurlar.